Kazımcan, bu günləri ölkənin əsas öndə gedən müğənniləri var da, Aygün xanımla Röya xanım. Əgər onların duetini yazmaq sənə həvalə olunsa, ilin dueti və ilin hiti ola bilər o. Necə fikirləşsin bunların ikisini bir yerdə? Bu çox çətin sualdır mənim üçün. Niyə? Əslində müraciət də olunub. Olunub. Bəli. Kim tərəfdən? Hər iki tərəfdən. Hər ikisindən, Aygün xanımdan, Röya xanımdan. Bəli, hər iki tərəfdən müraciət olunub. Sadəcə mən beynimdə hələ o proyekti, yəni yarada bilməmişəm. Ona görə biraz müddət istəmişəm onlardan ki, mənə biraz vaxt verin və bu vaxt mənim üçün önəmlidir ki, mən tembrləri uyğunlaşdıra bilim və sizə daha elə bir şey yazmalıyıq ki, o möhtəşəm bir şey olmalıdır. Yoxsa adi sıradan bir şey yaza bilmərəm. İnşallah ki, bu haqda düşünürük.